Tövbə ayıdır bu ay. Mümkün deyil. Bax, mən sizə deyirəm, hər kim olursansa ol. Hər nə günah eləmişsinizsə, özünüz bilərsiniz, Allahınız bilər, mən bilmirəm. Nə qədər günahlar eləmişsiniz, kim olursunuzsa olun. Mümkün deyil, bir adam geçsin Allahın qapısına, desin ki, gəlmişəm, düzdür, mən gec gəlmişəm, amma gəlmişəm. And olsun Ramazan ayında and içirəm, öz izzət-i cəlalına, mümkün deyil Allah bağışlamasın. Oruc ağızla Allahın izzətinə and içirəm. Mümkün deyil bu ayda bəndə gəlsin, desin, Allah, düzdür, gec gəlmişəm, bilirəm gec gəlmişəm. Çox gözləmişsən, çağırmışsan, gəlməmişəm, eşitməmişəm heç səsi. O qədər başqa səslərə xod vermişəm, belə deyil, güc vermişəm, sən səsi qulağıma çatmayıb. Sən hey fəryad eləmişsən bu səslərin içində, mənim bəndəm yanırsan, yanarsan, gəl mənə tərəf, gəlməmişəm. İndi bilirəm gecikmişəm bilirəm, amma gəlmişəm. Səhv eləmişəm, bilməmişəm. Bu qapıda ümidsizliyə zərrə qədər yer yoxdur. Bu qapıda ümidsiz olmaq olmaz. Bu qapıya gəldin, ümidsizlik ən böyük günahdır. Bu qapıda ümidsiz olmaq olmaz. Bu gecələrdə cavab müsbətdir. Gedək bir qapıya ki, bütün Allahın neymətlərini bizə xatırladır. Allahın neymətlərini bizim yadımıza salır. O İmam Hüseyin qapısıdır. Hər gün o qapını döyürük biz. Allah qismət eləsin 30 gündə hər gün söhbətimizin axırında o qapını döyək biz. Bəyəm Kərbəlayı bizə görə getmədi. Kərbəlayı nə üçün getdi? Allah onu göndərdi, dedi ki, səs-söz çıxmaz ki, bəndələrim üçün tikə-tikə doğranasınız, ki, bəndələrim mənfəətə çatsın. Dedilər, xeyr. Mən sizdən soruşuram, Allah da bizə sevgisini necə sübut eləsin? Hüseynini qətligaha göndərib, bundan o yana nə sübut istəyirsiniz? Allah bizi sevdiyi üçün Hüseynini qətligaha göndərib. Mən bilmirəm, qiyamət günü biz o ilə görüşəndə nə hala qalacaq? Qiyamət günü hər şey bəlli olacaq ki, o sənin üçün bu qədər qurban verdi. Sən öz günüvə baxanda, mən özümə deyirəm, mən bilmirəm, digər adam bəlkə cəhənnəmə at İmam Hüseyinlə üzbəüz dayanıb xəcalət çəkməyim.